da türbə kimi istifadə edirlər. Və 1985-ci ildən belə muzey kimi istifadə edilir tarixi 5-ci, 6-cı əsrin Alban dövlətidir. Şəkilərin qədim sənətlərdən bir də nisgəlik sənətidir. Köhnə üstü hava vurmaq üçün istifadə olunur, qavarcılıqda istifadə olunur, çərpə üstü aş başına qoymaq üçün istifadə olunur, aş yaxşı isti qalır, həm də yaxşı dəm alır. Hamam seyfi isə regionlar arasında sırf Şəki xanımlarına məxsusdur ki, qədimdə xanımların getdikləri yer yalnız hamam olur. Onlar yalnız həftədə bir dəfə hamama getməyə icazə verilir. Onlar bütün qızıl əşyaları var, taxıb hamama gedirlər. Və içəri girərkən əşyalarını çıxarıb, seyfə qoyub və içəri daxil olublar ki, yəni orada da varlıq kasıb seçilib ki, varlıqları daha böyük seyflər gətiriblər ki, onlar hamama qızıl çamal qoyacaq. Qalanıcı məişət qanları. Bu da çaxal, tövdük, düyür, daxil olur. Aşağıdan yolu ilə papaqları çıxır. Buyurun. O 13 yaşından dağ cipsi